Hazırda biz ölkəmizdə ceyranların sayına görə ilk yerdə dayanan Şirvan Milli Parkının ərazisindəyik. Qaradağ, Salyan və Neftçala rayonlarının inzibati ərazilərinin bir qismi hesabına yaradılan Şirvan Milli Parkı şərqdən Xəzər dənizi ilə həmsərhəddir. Dövlət tərəfindən mühafizə olunan yarım səhra landşaflı təbiət qoruğu zəngin flora və faunaya malikdir. Ərazidə qırmızı kitaba düşmüş onlarla quş və heyvan növü vardır. Respublikamızda yayılmış məməli heyvanların, demək olar ki, bütün nümayəndələrinə Şirvan Milli Parkının ərazisində rast gəlinir. Milli Parkın ərazisi tülkü, canavar, çöl donuzu, çöl pişikləri, şahin, qartal, qaz, ördək, flamingo və sair heyvanlar və quşlarla zəngindir. Park səhər tezdən günəşin doğuşunu izləmək, təbiətlə baş-başa qalmaq və quşların cəhcəyini dinləmək istəyənlər üçün olduqca mükəmməl seçimdir. Burada ceyranları yaxından görmək üçün isə su mənbələrinin yaxınlığında səssizcə puskuda dayanmaq kifayətdir. Ölkə ərazisində məskunlaşan ceyranların 90%-i Şirvan Milli Parkının payına düşür. Şirvan Milli Parkı 63 min hektardadır. Hal-hazır bizdə 8 mindən yuxarı ceyran vardır. Bu ceyranlar başqa qoruqlara və başqa ölkələrə götürülürmü? Bizim özümüzdə 2009-cu ildən başlayıb reintroduksiya proqramı bir neçə Azərbaycan ərazisinə reintroduksiya başlayıb. Hər il bu baş verir, payız ayında olur. Və indiyənə kimi də bir Acınohurdur, Ağgöldür, Abşerondur, Cəbrayıl rayonu ərazilərinə artıq buraxılmışdır və hamısında da artım vardır. Müxtəlif quş növlərini izləmək üçün isə sahəsi 3000 hektar olan Qızıl Qaz gölünə baş çəkməlisiniz. Bizdən arxada Şirvan Milli Parkının mərkəzi turizm marşrutu üzərində Qızıl Qaz gölü yerləşir. Qızıl Qaz gölü köçəri və su quşları üçün mühüm yaşayış məskənidir. Burada Qızıl qaz, ördək, vax, qutan və digər su quşları məskunlaşıb. Onların sayı xüsusilə payız və qış aylarında daha çox olur. Milli Parkda 230 növ quş qeydə alınıb. Quşların miqrasiyası və qışlama dövründə göllərin və dənizin dayaz yerlərində əsasən qu quşları, yaşılbaş ördəklər, flamingo, qaşqaldaq, güləyən ördək və digər növləri toplanır. Yırtıcı quşlardan ağquyruq dəniz qartalı, çöl qartalı, böyük qartalça, imperator qartalı, şahin və sairə növlərə az miqdarda rast gəlinir. Şirvan Milli Parkının faunasında 17 növ sürünən, o cümlədən Xəzər tısbağası, müxtəlif növ kərtənkələlər, su ilanı, Qafqaz gürzəsi və sairə qeydə alınıb. Milli Parkın ərazisində, dəniz sahilində Bəndovan palçıq vulkanı da mövcuddur. Park ərazisində 9-cu, 10-cu əsrə aid batmış şəhər yerləşir. Burada turistlər üçün çoxsaylı marşrutlar mövcuddur. 11 ekoturizm marşrutu Milli Parkın fauna florasını müşahidə etmək üçün təyin olunmuşdur və bu ərazilərdə deməli vaxt etibarı ilə təbiəti müşahidə eləmək olar. Məsəl üçün, sizin əgər 2 saat vaxtınız varsa, siz bu müddət ərzində giriş qapısından, məlumat mərkəzindən, estakada, göl evi və bu əraziləri gəzib, səyahət edib getmək olar. Yəni 4-5 marşrutu gəzmək olar. Amma qalan marşrutlar artıq bizə bir 3-4 saat vaxt lazımdır ki, biz həm onlara Qızıl Qaz gölünə baxaq və dəniz qırağında da qalan o 11 turist marşrutundan Lagunadır, batmış şəhərdir, palçıq vulkanlarıdır, Xəzər dənizinin deməli həmsərhəd ərazidə yerləşir, orada baxmaq olar. 2 manatlı giriş haqqı. Şirvan Milli Parkı Respublikamızda xüsusi ekoloji və tarixi əhəmiyyət daşıyan 10 milli parkdan biridir. Milli Parkın yaradılmasında əsas məqsəd Azərbaycan Respublikasının qırmızı kitabına düşmüş ceyranları və o ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalini ekoloji maarifləndirmək, turizm və istirahət üçün şərait yaratmaqdır. Həmçinin Milli Parkın ərazisində 82 bitki növü var ki, bu da qoruğun ərazisində məskunlaşan heyvanların yem bazasını təşkil edir. Əlibəy Zeynallı, Elçin Həsənov, APA TV.